Uzun illər Gürcüstanın müxtəlif ali təhsil ocaqlarında çalışmış, Gürcüstan qəzetinin jurnalisti olaraq fəaliyyət göstərmiş, eləcə də 64 saylı Tbilisi şəhər ictimai məktəbində ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edən Batıxan Vilayətoğlu Xiyalovun 88 yaşının tamam olması münasibətilə Qardabanidə görüş keçirilib. Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən görüşdə Dmanisidən, Marneolidən, Qardabanidən, eləcə də Tbilisidən gəlmiş məktəb direktorları, qocaman müəllimin Azərbaycanlı və Gürcü həmkarları, zamanında dərs dediyi və onunla çiyin-çiyinə çalışmış müəllimlər, eləcə də ailə üzvləri iştirak ediblər. Görüş zamanı Batıxan Vilayətoğlunun ömür yolu barədə iştirakçılara ətraflı məlumat verilib. Onun uzun illər Gürcüstanın müxtəlif dövlət qurumlarında, həmçinin ali təhsil ocaqlarında və mətbuat sahəsində xidmət göstərdiyi vurğulanıb. Fəaliyyəti dövründə hər zaman gənc nəslin inkişafına, dərin elmi biliyə yiyələnmələrinə böyük diqqət göstərən Batıxan müəllimin 64 saylı Tbilisi şəhər ictimai məktəbində şagirdlərə tarix və coğrafiya fənlərini tədris etdiyi bildirilib. Onu da bildirək ki, görüş zamanı caminin sədri Səadət Zeynal qızı Batıxan Xiyalovu gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlərə görə Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının xüsusi fəxri fərmanı ilə də təltif edib. Mənim üçün də bir nəslin nümayəndəsi üçün də böyük bir fəxirdir ki, belə bir gözəl insan 60 illik müəllimlik həyatını gənclərə, cavanlara, hamısını həsr etdi. Bununla əlaqədar mən bu tədbirin iştirakçılarına öz minnətdarlığımı bildirirəm. Tədbiri təşkil edənlərə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun deyirəm hamısı. Batıxan Çoxsaylı Xiyalı nəslinin nümayəndəsidir. Xiyalı nəsil də adlı sanlı nəsillərdən biridir. Batıxanın bütün hərəkətlərində öz keçmişinin ən yaxşı dəyərlərini yaşatmaq hissini mən gördüm. 60 il şərəfli müəllim həyatı yaşayıbdır. Onun danışığında, söhbətində mən o məsuliyyəti indi yüngülləşdiyini hiss elədim. Ona görə ki, onun şagirdləri dünyanın hər yerində Batıxan müəllimin etibarını doğrulduqlar, Batıxan müəllimə başucalığı gətiriblər. Bir daha Batıxan müəllimi təbrik edirəm. Mən Müəllimlər İttifaqına, eləcə də televiziya işçilərinə öz təşəkkürümü bildirirəm. Hansı ki 60 illiklə əlaqədar olaraq məni dəvət etdilər və məni fəxri fərmanla təltif etdilər. Əlbəttə, göstərmək istəyirəm ki, müəllimlik sənəti çox müqəddəs bir sənətdir. Şagirdlərin taleyi müəllimə tapşırılır. Ata-anadan sonra müəllimlər uşaq formalaşmasında böyük rol oynuyorlar. Müəllim tələbkar olmalıdır. Müəllim həmişə öz sənətini uşaqları sevdirməlidir. Çalışmalıdır ki, uşaqlar təlim-tərbiyəli olsun, bilikli olsun, savadlı olsun. Uşaqlar cəmiyyətə layiq adamlar olsunlar. Bu müəllim üçün ən böyük fəxirdir. Bugün Müəllimlər İttifaqının düzenlədiyi gözəl bir tədbirə toplaşmışıq. Batıxan Xiyalovun yubileyi ilə əlaqəli. Mən Batıxan müəllimi 20 ildir ki tanıyıram. Bir yerdə işləmişik 64 saylı ictimai məktəbdə. Batıxan müəllim çox məsuliyyətli, çox əzimkar, çox öz peşəsinə sadiq bir müəllim olubdur və hələ elə bir gün yadıma düşməz ki, Batıxan müəllim dərsə gecikə və yaxud Batıxan müəllim dərs buraxa. Öz işində o qədər məsuliyyətlidir. Əlbəttə ki, Müəllimlər İttifaqına buradan təşəkkürümü bildirmək istəyirəm ki, belə gözəl bir tədbirlər təşkil eləyir və bizi də dəvət eləyir. Məlumat üçün onu da bildirək ki, Batıxan Xiyalov 1937-ci ildə Qardabani Bələdiyyəsinin Kosalı kəndində dünyaya göz açıb.